Şəki rayon sakini, Laçın rayonundan məcburi köçkün Abdullayev Əbdül Nurqələmoğlu dövlət qurumlarına növbəti dəfə müraciət edərək Şəki regional məşğulluq filialının müdiri Abdullah Kərimovun hərəkətlərindən şikayətçi olduğunu bildirir. Vətəndaşın iddiasına görə o səsləndirdiyi fikirlərlə bağlı müxtəlif təzyiqlərlə üzləşib, dəfələrlə üzrxahlıq məzmunlu videolar çəkməyə məcbur edilib və bu hadisələr onun psixoloji durumuna ciddi mənfi təsir göstərib. O həmçinin təqdim etdiyi video materialların adiyyəti qurumlar tərəfindən tam və obyektiv araşdırılmadığını iddia edir. Abdullayev Əbdül Nurqələmoğlu müraciətlərində adiyyəti dövlət orqanlarından səsləndirdiyi iddiaların hərtərəfli araşdırılmasını, təqdim etdiyi sübutlara hüquqi qiymət verilməsini və qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edir. İndi isə vətəndaşın məsələ ilə bağlı öz açıqlamasını təqdim edirik. Mən Abdullayev Əbdül Nurqələmoğlu, Şəki rayonunun Yeni Salafan Köşkünlər qəsəbəsində yaşayıram. Mənim müraciətim ölkə rəhbəri cənab Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənablarına, hörmətli Prezident, hörmətli Baş Prokuror Kamran Əliyev cənabları, mən Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimov haqqında sizlərə elədiyim müraciətlər göndərilir, Şəki rayonunun prokurorluğuna göndərilir. Orada Şəki rayonunun prokurorluğu Abdullah Kərimovun haqqında tədbir görməkdə çətinlik çəkir. Hörmətli cənab baş prokuror, xahiş edirəm, məni qəbul edin. Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimovun haqqında bütün sübutları mən sizə təqdim edeyim. Abdullah Kərimov məsuliyyətə cəlb olunsun. Mən hörmətli baş prokuror, onu bildirmək istəyirəm ki, mən 17-ci ay siz Balakən rayonunda vətəndaşları qəbul edirdiniz. Həmin qəbula mən də qeydiyyatdan keçmişdim. Mən də gəldim, amma çox təəssüflər olsun ki, Balakən rayonunun prokurorun əməkdaşları imkan vermədi ki, biz sizin qəbulunuza düşək, əlimdəki olan sübutları da mən sizə təqdim edəm və mən bir daha sizdən xahiş edirəm ki, siz Şəki rayonunun prokurorluğuna göstəriş verəsiniz. Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimov məsuliyyətə cəlb olunsun. Abdullah Kərimov Şəki rayonunda yeganə insandır ki, Şəki rayonunun prokurorluğu Amal müəllim onun haqqında tədbir görməkdə çətinlik çəkir. Hörmətli cənab Prezident və hörmətli baş prokuror, sizdən xahiş edirəm, Şəki rayonunun Məşğulluq İdarəsinin müdiri Abdullah Kərimovun haqqında tədbir görülsün.